Assalamu alaikum qadarli arkadaşlar. Farabi 4 dershanesiga hoş geldiniz. Bugün hazırki zaman Uyghur dil dersimizin 9. dersi başlayımız. 9. dersimiz leksikinin 1. bölümü. Dersimizi başlashdan burun o'tgan soatlik darsimizning oxirida so'rab o'tgan ikki savolimizga qisqacha javob berib o'tamiz. Birinchi, pauzaning roli nima? Buning javobi: pauza jumlaning qurilma qatlamlariga asosan joylashtirilgandilar. İfadələməkçi bolğan oy fikrini aniq, to'g'ri ifodalaga bo'ladi. Ya'ni pauza ma'na farqlantirish roliga ega. Ikkinchi, bo'g'im ko'chirish qoidasiga asosan tuvandagi so'zlarni bo'g'im ko'chirib sinab beqing deb ekanmiz. Buni tuvandagidek bo'g'imga ayirsak bo'ladi. Vatanparvar degan so'zni vatanparvar degan shaklda bo'g'imga ayirib chiqsak, buningdagi bo'lingan qismning oxiriga sig'ich qo'yamiz va bo'linib chiqqan qismning bosh tarafiga sig'ich qo'ymaymiz. Bundan başqa güllengen degan so'zni bo'g'imga ayirib chiqsak, güllengen degan shaklda bo'g'imga ayirganda güllen degan bo'lingan qismning oxiriga sig'ich qo'yamiz va bo'linib chiqqan qismning bosh tarafiga sig'ich qo'ymaymiz. Bundan başqa xo'shal-xo'ram degan juft so'zni bo'g'im ko'chirish qoidasiga asosan ko'chirib chiqsak, xo'shal degan birinchi so'zning oxiriga sig'ich qo'yamiz, ammo xo'ram degan ikkinchi so'zning bosh tarafiga sig'ich qo'ymaymiz. Endi qaraquum degan birikkan so'zni bo'g'imlarga ayirib chiqqan vaqtda o'xshashla qara degan so'zning oxiriga sig'ich qo'yamiz, ammo qum degan bo'linib chiqqan qismning bosh tarafiga sig'ich qo'ymaymiz. O'tgan soatlik darsimizda tilning tarkibiy qismlari haqida qisqacha to'xtalib o'tgan va fonetika haqida tafsiliy to'xtalib o'tgan. Bugun tilning tarkibiy qismlaridan leksikani ko'rib o'tamiz. Avval tilning tarkibiy qismlarini yana qaytadan bir ko'rib chiqamiz. Har qandaq bir til fonetika, leksika və qrammatikadan ibarət 3 tərkibi qismdən tərkib tapıdı. Bunun üçün biz fonetikini görüb çıxdıq. Bu 3 tərkibi qism bir-biri bilan zich bağlanğan halda mövcud olub durdu və birlikdə bir tilni barlıq keltirdi. Bu saatdə tilning tərkibi qismlaridan leksikini görüb o'tamiz. Leksika tilshunoslikda leksikologiya degan ism bilan ataladi. Undaqda leksikologiya haqida qisqacha tushunchaga bo'lsak, leksikologiya degan bu atalg'u grek tilidagi leksikos, ya'ni so'z va logos, ya'ni ta'limot və ilim-fən degan ikki so'zdan tarkib topgan tilshunoslik atalg'usi bo'lib, u so'z va so'zlik haqida ta'limot degan ma'noni bildirdi. Bunun bilan ma'nosi o'xshash bo'lgan leksika atalg'usi o'xshashlar grek tilidan kirgan bo'lib, hozirgi zamon uyg'ur tilida so'zlik, lug'at tarkibi yoki lug'at fondi deb ataladi. Ma'lum bir til yoki dialektdagi so'z va idiomlarning yig'indisi so'zlik yoki leksika deb ataladi. Demak, leksikologiya söz və idiomlarning yig'indisi bo'lgan so'zlik sistemasini tadqiq qiladigan fanni ko'rsatadi. Undaqda leksikologiyaning tadqiqot obyekti nima? Leksikologiyaning tadqiqot obyektini ko'rib chiqsak, leksika so'zlarning ma'nosi va so'z ma'nosining xarakterini, so'z ma'nosining tuzilishini, ya'ni idrokiy ma'no, tus ma'no va leksikalik ma'nosini, so'z ma'nolarining turini, söz ma'nolarining ma'no jihatdan turkumlanishini, ya'ni bir ma'nolik so'z, ko'p ma'nolik so'z, qarama-qarshi ma'nolik so'z, ma'nodosh so'zlar qatorliqlarni, so'zlarning tovush va shakl jihatdagi turkumlanishini, ya'ni ohangdosh so'z va shakldosh so'zlarni, so'z ma'nolarining o'zgarish qonuniyatlarini, idiomlar va ularning alohidaliklarini, so'zlikni va uning ishki tuzilishini, so'zlikning taraqqiyot qonuniyatini, lug'at tuzish nazariyasi va amaliyatiga aloqador masalalarni o'zining tadqiqot obyekti qiladi. Leksikologiya, ya'ni leksika so'zlarni tadqiq qilganda asosliqi tildagi muayyan leksikalik ma'noga ega bo'lgan mustaqil so'zlarni tadqiq qiladi. Undaqda leksikologiyaning tilshunoslik roli nima deganda, leksikologiyaning tilshunoslikda tuvandagidek 9 roli bor. Birinchi, tilni qeliplashtirishda muhim rol o'ynaydi. Chunki so'zlarni qeliplaштirish tilni qeliplashtirishning muhim bir tarkibiy qismi. Ikkinchi, kirim so'zlarni qeliplashtirishda muhim rol o'ynaydi. Chunki boshqa tillardan muvofiq so'z qabul qilish shu tilning so'zlikini beyitishning unumli usullaridan biri hisoblanadi. Üçüncü, dialekt ve şive sözlerini kalıplaştırış hizmetinde muhim rol oynaydı. Dördüncü, yeni sözlerini, kısaltma sözlerini, ahangdaş sözlerini,
Hər qaysı fən kəsiflərdəki atalğılarını qəlibləşdirişdə mühim rol oynaydı. 5. Chet til o'qitishda mühim rol oynaydı. 6. Til edebiyat o'qitishida mühim rol oynaydı. 7. Dünyadaki türlük tillar o'rtasidagi qarindoshlik munosabatini aniqlashda mühim rol oynaydı. 8. Cemiyetdeki türlük özgürüş taraqqiyotlarını əks ettirishdə mühim rol oynaydı. 9. Ədəbi əsərlərinin tilini təhlil qilishdə mühim rol oynaydı. Əmdi leksokologiyanın tilşünaslıqki vəzifəsi gəlsək, leksokologiyanın asaslı vəzifəsi tildəki türlük konkret leksikалық məsələlərini, məsələn, leksikidəki asaslıq birlik bolğan söz, söz mənisi, söz mənisinin xarakteri, söz mənisinin tüzülüşü, söz məniləri o'rtasidagi türlük münasibətlər, sözlərinin ahang və şəkil cəhətdəki münasibətləri, söz mənisinin özgürüş qanuniyyəti, söz mənisi bilan uqumның münasibəti, leksikidəki alayda birlik bolğan idiomlar, idiomlarning məna cəhətdəki türlük münasibətləri, idiomlarning tildəki roli, idiomlarning barliq kelish yo'llari, leksika, leksikaning turlari və onlarning alayidlikləri, asosli so'zlik bilan odatdagi so'zlikning munosabati, so'zlikni betish yo'llari va qalblashtirish usuli, lug'atning xarakteri, qurilmasi, lug'at tuzishdagi bosqichlar, lug'atning turlari, etimologiya bilan leksika tadqiqotining, dialektshunoslik bilan leksika tadqiqotining, kishi ismi ilmi bilan leksika tadqiqotining munosabati qatorliq masalalarni atrofliq va cho'nqur tadqiq qilish orqali söz və leksika münasibətlik bir qatar nəzərivi məsələlərini şərhlash və ilmi asasda bayan qılıb verishdən ibarət. Yəni, leksokologiyanın asaslı vəzifəsi sözlük sistemasını tədqiq qılıdı. Leksika, yəni leksika deyilimiz lüğət tərkibi yoki sözlükni göstərdi. Ondaqda leksika degan nima? Leksika birər tilga mənsub bolğan barlıq sözlərinin yığındısı lüğət tərkibi deyildi, yəni leksika deyildi. Lüğət tərkibi bir millətin til baylığı hesablanıdı. Hər qandaq tildəki lüğət tərkibinin dairəsi nəhayət kən boludu. Cümlədən hazırki zaman Uyğur dili uzun yıllık tarixi tərəqqiyat jarayonida şəkillənən bolğaçqa lüğət tərkibinin dairəsi intayin kən. Uyğur dilinin lüğət tərkibidəki sözləş və qo'llanish dairəsiga qarab asas lüğət tərkibi və adətki lüğət tərkibi deb iki türgə ayrışıq boludu. Bunun asas lüğət tərkibi deganimizdə lüğət tərkibi içidəki ən turaqlıq işlətiliş dairəsi kən bolğan və yeni sözlərni yasashda asas bolğan sözlər asas lüğət tərkibi deyildi. Və asas lüğət tərkibinin tövəndikidək 3 alaylığı var. Birinci, şu tilda sözləşdiğən barlıq kişilər üçün tushunishlik bolğan, kən qo'llanıladigan sözlərdir. Şuna o lüğət tərkibinin mərkəzi hesablanıdı. Yani asas lüğət tərkibidəki sözlər bütün dialekt kişilər düşünələydiğən sözlərini göstərir. İkinci, şu tilda uzun tarixə ega, uzun zamanlardan beri özgərməy qo'llanıb kelyatqan ommabop sözlərdən ibarət. Üçüncü, asas lüğət tərkibidəki sözlər tilimizdə yeni sözlərin yazılışına asas boludu. Tilimizdəki nurgun sözlər asas lüğət tərkibidəki kirdiğən sözlərə qoşumçularını qoşuş yoki başqa sözlərini biriktiriş arqılıq yasalğan. Məsələn, iş degan sözünü alsaq, iş degan söz asas lüğət tərkibi kirdi və iş degan sözdən çan qoşumçusunu qoşuş arqılıq işcan, çi qoşumçusunu qoşuş arqılıq işçi, siz qoşumçusunu qoşuş arqılıq işsiz, ləb çıxırış qoşumçusunu qoşuş arqılıq işləb çıxırış və haqqı, yeri qatarlıq sözlərini qoşuş arqılıq iş haqqı, iş yeri qatarlıq hər xil söz birikmələrini yazğılı boludu. Asas lüğət tərkibinin yuqorida görüb ötən alaylıqlarına asasən asas lüğət tərkibiga tövəndikidək sözlər kirdi. Bular tövəndikcə şeyi namları, yəni tağ, su, ay, hava, şuların hamısı şeyi namları kirdi. Adəm orqanizm namları, baş, göz, qol, burun, qulaq, yüz, til, çiş deganlarning hamısı adəm orqanizm namları kirdi və bularmı oxşashla asas lüğət tərkibi kirdi. Əmgək qurallarının namları kəkə, kətmən, kürək, orğa qatarlıqlar. Tuqqançılıqni bildirdiğən sözlər dada, ana, aka, uka, aça, singil, nevrə, bala degəndəklərin hamısı tuqqançılıqni bildirdiğən sözlər kirdi.
Turmuşdaki nərslərinin isimləri, məsələn, öy, kiyim, aş, göç, çinə, piçaq, ösümlük və hayvanat adları, məsələn, dərəx, buğday, paxta, zığır, at, qala, qoy, yolvaz, tülkə qatarlıq ösümlük və hayvanatlarının türlük isimləri oxşashla asas lüğət tərkibi kürdü. Bundan başqa hərəkətini bildirən sözlər al, yaz, bər, man, kət, tur qatarlıq fe'llar oxşashla asas lüğət tərkibi kürdü. Şeyi belgelerini bildirən sözlər, məsələn, yaxşı, güzel, qızıl, kəm, egiz, kiçik qatarlıq sifətlər oxşashla asas lüğət tərkibi kürdü. Bundan başqa vaqt və orunu bildirən sözlər bugün, keç, yaz, qış, yuqori, tövən, aldı, keyni qatarlıq rəvişlər oxşashla asas lüğət tərkibi kürdü. Sandan bildirən sözlər 1, 800, 100, 1500 qatarlıq sanlar oxşashla asas lüğət tərkibi kürdü. Yuqorqilardan başqa turmuşda daim qo'llaniladigan almashlar mən, sən, u, yordamchilardan və həm, lekin, chunki, imliq sözlərdən paj, puj, varang, churung, unday sözlərdən i, a, u, vay qatarlıqlarmı oxşashla asas lüğət tərkibi kürdü. Əmdi adetki lüğət tərkibi gəlsək, adetki lüğət tərkibi tilimizdeki asas lüğət tərkibiga kirməydigan barlıq sözlərni göstərdi. Adetki lüğət tərkibi kirdigan sözlərinin tövəndikidək 3 alaylıqı var. Birinci, şu tilda sözləşdigan umum kişilər üçün birdek düşünüşlük olmaydı. Məsələn, bəzi dialekt şivelərdəki bəzi sözlərni faqat yerliklər düşünələydi. İkinci, adetki lüğət tərkibidəki bir qism sözlər ayrım kesiblərdə, yəni bir qism sözlər ziyalılar arasında qo'llanıldı. Üçüncü, adetki lüğət tərkibi turaqsız boludu. Cəmiyyətin iqtisadi, medeniyeti, fən texnikisi, turmuş əhvallarının özgürlüğü maslaşıb özgürüp durdu. Özlüksüz rivojlanib, beyib tərəqqi qılıb durdu. Bundaq özgürüş asas lüğət tərkibi kirdigan sözlər qaraganda tez boludu. Yine dersimizin ahırına geldik. Dersimizin ahırda bu ders münasebetlik bo'lgan ikki savolni sizlarga so'rab o'tamiz. Birinchi, fonetika bilan leksikaning farqi nima? Ikkinchi, müddet PTB balıken bu. Bir narsa alsılar ümülahman az pul so'rab turib oladigan. Bu cümledeki adetki lüğət terkibi bo'lgan sözlerini topalamsiz. Bu savollarımızın cevabını o'xshashla YouTube videomuzun asti qismidagi bağ qismiga ve Instagram hesabımızın DM qismiga uchur yozib avatsanglar bo'ladi. Undaqda keyingi soat dersimiz ko'rishaylik. Xayr xo'sh.